Rəşid Behbudov bütün dünyada, yəni bütün küçələri doldurardı da, məsəl üçün. Amma Bakıda yox. Hə, amma Bakıda yox. O mənim müəllimim, yəni rəhmətli Rauf müəllim həmişə deyirdi ki, kişi dünyada məşhur idi, amma Bakıya, Azərbaycana gələndə ona belə belə baxırlar ki, bu nə oxuyur yəni? Bakıda mı? Hə, zallar dolmurdu. Bakıda Rəşid Behbudovu bəyənmirdilər mi? Konsertlər dolmurdu. Konsertləri dolmurdu mu? Bilməz, siz nə danışırsınız? Mən elə düşünmüşəm. Yox, sevilən sənətkar. Rafiq müəllimi bunu deyirdi. Rauf Babayev mənim də dəyərli müəllimimdir və əzizimdir. İndi Allah rəhmət eləsin. Amma Bakı o zamanlar Bakı sakinləri sırf o musiqiləri sevirdi axı mən belə. Vaqif Mustafazadə də eyni həyatı yaşayıb. Yəni yazıq ona görə çıxıb gedib xaricə, ürəyi xarab olub orada ölüb ki, öz ölkəsində onu ifasını, yaradıcılığını dərk eləmirlər, başa düşmürlər. İndi biz onu müəyyən dövrlərdə o siyasi baxımdan müəyyən şeylər var idi ki, məhdudiyyətlər falan beşməkən müəyyən dövrlərdə olurdu. Amma razılaşmıram ki, sevməyiblər. Sevibləri, amma ki, o dərəcədə yəqin ki, o olmayıb ki, hər dəfə hamı axışsın, zallar da olsun. Amma xaricdə çox seviblər. İndi desələr ki, indi o cür ifaçılar olsaydı, indi sevməzdilər. Çünki indi ayrılarını sevirlər. Məncə, yəni ümumiyyətlə konsert mədəniyyəti bəlkə olmayıb, yəni bu ola bilərdi. Mən inanmıram o vaxt konsert mədəniyyəti. Əslində var idi, bütün tamaşalarımız onda var idi. Hətta bulvarda hər həftə Rauf müəllim deyir ki, konsertlər keçirirdilər, xalq konsertləri və hər birimiz gəlirdi, orada ifa edirdik və cəmaat da, yəni küçədə, bulvarda bizə qulaq asırdı. Yəni çox gözəl də konsertlər olurdu, mədəniyyət var. Hər bir klubda, hər bir kinoteatrda duxavoy orkestr, nəfəsli alətlərin orkestri var idi. Hər bir filmdən əvvəl deyir orada konsertlər verirdilər. Yarım saatlıq, bir saatlıq. Görün nə qədər orada bəndlər var, nə qədər musiqiçilər var idi ki, nə qədər öz fəaliyyət inkişaf eləyirdi ki, hər bir klubun öz orkestr var idi. Bu bilirsiniz nə deməkdir? İndi biz normal ifaçı klub deyəndə tamaşaçılar birdən ayrı şeyə ağıl gedər. Gecə klubundan getmir ha söhbət. Yəni əziz tamaşaçılar, indi bir-iki dəfə klub deyiblər, götürüb yazıblar ki, xəbər gecə klubu bu olub baş verə. Yəni o vaxtın klubları bu indiki klublardan deyil. Yəni bu Bəxtiyar filmində də var da, orada da yəni klubun solistləri, o vaxtlarda sadəcə olaraq bu məsələ var ki, o vaxtlarda yəni daha bayağı musiqilərin konsertləri, stadionları dolurdu. Ola bilər Rəşid Behbudovun ki, o qədər dolmayıb. Əslində həmin tendensiya bugün də davam edir. Bu günləri də bayağı hər hansısa bir ifaçının, yəni konserti də, stadionu da doldurmağa qadirdirsə, keyfiyyətli, ciddi musiqinin konsertində nisbətən yəni ağırlıq var.